Herkese salam, hamınız kanalıma və videoma xoş gəlmişsiniz. Deməli, bugün sizlərdən ingilis dilindən kiçik bir sınaq işləyəcəyik. Qeyd edəm ki, bu sınaqda speaking də var, lakin qrammatika da var. Amma baxmayaraq ki, qrammatika azdır, az da olsa yüngülvari var. Yəni, çox da böyük qaydalara əsaslanmır. Keçək, deməli, birinci sualı. You interrupt someone, what do you have to say? Bu arada bunu da deyim ki, bunun cavablarını mən sizə rəylərdə verəcəm. Lakin indi oxuyuram ki, ola bilər xəttimdən başa düşmədiyiniz ola bilər. Bilmirəm, dedim ya, bu hazırlanmış suallardır. Yəni, bu suallar hansısa bir kitabda yoxdur. You interrupt someone, what do you have to say? A variantı shut up, B variantı sorry, go ahead. C variantı don't talk, ikinci sual. You want to give advice, A variantı you should study more, B variantı you must study well, C variantı study more or die. Üçüncü sual, I'm look for to wear or yoxsa wearing. Ya wearing seçəsiniz ya da wearing hansı orasını deyim bu hissəsini. My new dress'dir. Says the definition of this sentence. Hansı cümlənin sizdən definition istəyirəm? Baxın bu cümlənin. I'm starving. If someone says thanks, what do you have to say? Welcome to me, yoxsa you are welcome, A variantı, yoxsa B variantı. Same is the definition of opportunity. Yaxşı, keçək 7-ci suala. Deməli, baxaq, figure out. Burada figure out sözünün hansı variantda doğru cavabı varsa onu yazasınız. 8-ci sualda yerinə görə qoyasınız. Məsələn, birinci cümlədə she is going to, yoxsa will start. Daha doğrusu she is going to start, yoxsa will start a new project next week. 8-ci sualın ikinci cümləsində isə I think she won't come, yoxsa isn't going to come. Onu da seçəsiniz. 9-cu sualda honest man, yoxsa an honest man. 10-cu sualda people-la people'sın fərqini deyəcəksiniz və bu qədər. Cavablarınızı necə düşündüyünüzün olduğunu rəylərdə yazmağı unutmayın.